dövlət satın almaları sahəsi, korrupsiya risklərinin minimuma endirilməsi, Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, eləcə də dövlət orqanları əməkdaşlarının iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev çıxış edərək bildirib ki, dövlət satın almaları sahəsində həyata keçirilən islahatlar Prezident cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş uzun müddətli inkişaf konsepsiyasının ayrılmaz tərkib hissəsidir. Son illər dövlət satın almaları sahəsində qanunvericilik bazası müasirləşdirilərək, normativ hüquqi mexanizmlər təkmilləşdirilib, elektron satın alma sisteminin tətbiqi genişləndirilərək, institusional nəzarət daha da gücləndirilib. Eyni zamanda elektron satın alma platformalarının tətbiqi prosedurların operativliyini və əlçatanlığını artırmaqla yanaşı, şəffaflıq və hesabatlılıq səviyyəsini yüksəldərək bütün sahibkarlıq subyektləri üçün bərabər rəqabət mühiti formalaşdırıb. Baş nazir qeyd edib ki, satın alma sistemində institusional möhkəmləndirmə gücləndirilərək, prosedurların keyfiyyəti yüksəldilib, əsassız nəqdlərin sayı azaldılıb, şəffaflıq səviyyəsi əhəmiyyətli dərəcədə artıb. 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında ümumilikdə 1463 satın alma proseduru üzrə 305,4 milyon manat məbləğində satın alma həyata keçirilib. Satın alma metodları üzrə təhlillər göstərir ki, açıq tender üsulu ilə 282 satın alma üzrə 248,6 milyon manat, kotirovka sorğusu üsulu ilə 813 satın alma üzrə 14,6 milyon manat, 368 halda bir mənbədən satın alma üzrə 42,2 milyon manat məbləğində vəsait sərf olunub. Ləğv edilən müsabiqələrə də nəzər yetirən baş nazir diqqətə çatdırıb ki, 2024-cü illə müqayisədə ötən il ləğv edilən satın almalar 73,5 milyon manat təşkil edib. Yetərsay iştirak olmaması səbəbindən ləğv edilən satın almaların sayı 33, məbləğində isə 51% azalma qeydə alınıb. İddiaçıların şərtlərə uyğunsuzluğu ləğvlərinin sayında 74, məbləğində isə 70% azalma baş verib. Bu da təsisatçıların peşəkarlıq səviyyəsinin yüksəldiyini göstərir. Satın alan təşkilatların nöqsanları səbəbindən ləğvlərin sayında 93, məbləğində isə 73% azalma müşahidə olunub. Azərbaycan Respublikasının prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib ki, 2024-cü ildən dövlət satın almaları haqqında yeni qanunun tətbiqi iqtisadi münasibətlərdə şəffaflığı və rəqabəti artırmaqla yanaşı, yerli sahibkarlıq subyektlərinin bazara çıxış imkanlarını da genişləndirib. 2025-ci ildə ölkədə 19 min dövlət satın alma proseduru keçirilib. Satın almaların ümumi maliyyə həcmi 10,8 milyard manat olub. Bu isə əvvəlki illə müqayisədə 10%-ədək artım deməkdir. Ötən il müsabiqələr üzrə orta iştirakçı sayının 3,5 olması isə rəqabətli mühitin gücləndiyini və sahibkarlıq subyektlərinin satın alma proseslərinə marağının artdığını göstərir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının təfsilatlı tədbirlər planı çərçivəsində agentlik tərəfindən həyata keçirilən tədbirlərə də nəzər salan agentliyin sədri vurğulayıb ki, dövlət satın almalarının vahid internet portalına inteqrasiyası ilə bağlı təkliflər hazırlanıb və müzakirələr aparılıb. Eyni zamanda 2023-cü il ərzində satın alma sahəsində şəffaflığın və peşəkarlığın artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları və satın alan təşkilatlar üçün təlimlər keçirilib, portalın istifadəsi, eləcə də yeni qanunun tətbiqi üzrə praktiki izahlar verilib. Görülmüş bu tədbirlər nəticəsində 2024-cü ildən etibarən Muxtar Respublikada həyata keçirilən bütün elektron dövlət satın almalarının vahid platforma üzərindən icrası tam təmin olunub. Tədbirdə Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı tərəfindən yeni satın alma qaydaları ilə bağlı təlim keçirilib. İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. Bugünkü tədbirdə biz satın alan təşkilatlara, Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanlarıdır, bunların rəhbərləridir. Biz öz tövsiyələrimizi, müşahidələrimizi və bundan irəli gələn maarifləndirmə tövsiyələrimizi etdik tədbirdə. Eyni zamanda, hansı ki bizim üçün çox vacibdir, biz çox geniş bir şəkildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumları, hansılar ki, satın alan təşkilatlardır, onların gündəlik çağırışları, onların gündəlik problemləri və satın almaların necə düzgün şəkildə təşkil olunmasına dair fikirlərini də eşitdik.